Deməli, ehtimalda 36-cı sualdan davam edirik. Diaqramda müxtəlif ölkələrdən Qax və Qəbələ şəhərlərinə istirahətə gələn turistlərin sayı verilmişdir. Bu məlumatı hansı dairəvi diaqram düzgün ifadə edib? Sualı anlamaq çox çətindir. Məsələnin özü asan məsələdir, amma sualı anlamaqda problem var. Baxırıq ki, bax bu zolaqlı Qəbələdir, kərpic olan Qaxdır. Ukraynanın qabağında zolaqlı gəlib 35-də dayanıb. Kərpicli isə gəlib 25-də dayanıb. Deməli, Ukraynadan 35 nəfər Qəbəliyə gəlib. ...25 nəfər Qaxa gəlib. Ukraynadan cəmi 60 nəfər adam gəlib. Türkiyəyə fikir versək, 10 nəfər Qəbəliyə gəlib. Kərpicli 15-dir deyə 15 nəfər də Qaxa gəlib. Qəbəliyə 10 nəfər gəlib, Qaxa da 15 nəfər, Türkiyədən 25 nəfər turist gəlib. Rusiya, deməli, Qəbəliyə zolaqlı 10 nəfər, Qaxa 5 nəfər gəlib. 15 nəfər də Rusiyadan gəlib. Ümumiyyətlə hamısını toplayanda 100 nəfər adam gəlib. 100 nəfər. 100 nəfərə 100% desək, onda 60 nəfər 60% olur da. 25 nəfər 25% olur, 15 nəfər də 15%. Onda belə çıxır ki, 60% Ukraynadan gəlib, 25% Türkiyədən gəlib, 15% də Rusiyadan gəlib turist. Variantlara baxanda Ukrayna 60% olan A bəndində yoxdur, C bəndində də yoxdur, D-də də yoxdur, E-də də bir dənə B bəndində var. Ukrayna 60, Türkiyə 25, Rusiya 15. Cavab B variantı. 38. 4 müsbət ədəd 6 mənfi ədəd arasından təsadüfən seçilən 2 ədədin hasilinin müsbət olması hadisəsinin ehtimalını tapın. 4 müsbət 6 mənfi ədəd arasından təsadüfən 2 ədəd seçirik. Bu 2 ədədi hardan seçirik? Biz 10 ədəd arasından seçirik. Ona görə də ümumi kombinzon 10-dan 2 olur. 10 ədəd arasından 2 ədəd seçdik. Ümumiyyətlə 2 ədəd seçdik, kombinzon ondan 2. Və hasil deyir müsbət olsun. Hasilin müsbət olmaq üçün seçdiyin 2 ədədin hər ikisi mənfi ədəd olmalıdır ki, vuranda onu müsbət eləsin. Hər ikisi mənfi ədəd olmalıdır ki, vuranda müsbət eləsin. Ya da hər ikisi müsbət ədəd olmalıdır ki, vuranda müsbət eləsin. Ona görə nəticənin müsbət olmaq üçün ya onu o 2 ədədi mənfi ədədlər seçməlisən, ya altdan 2 kimi seçməlisən. Alt dənədən 2-sini seçməlisən ki, hər hansı bu 2 dənənin nəticəsi müsbət olsun. Ya da 4-dən 2 kimi seçməlisən. Ya da deyirik. Onda toplayırıq bunları. Onda ehtimal kombinzon 6-dan 2, üstə gəl kombinzon 4-dən 2, bölünsün kombinzon 10-dan 2. Belə oldu. İndi bunun hesablanmasına baxaq. Kombinzon 6-dan 2 nətər hesablanır? Ümumiyyətlə kombinzon n-dən 2 nətər hesablanır? N vuraq n-dən bir dənə az bölünsün 2. Deməli belə çıxır ki, kombinzon 6-dan 2 belə hesablanır. 6 vur 6-dan bir dənə az bölü 2. Cavab elədi 15. Kombinzon 4-dən 2. 4 vur 4-dən bir dənə az bölü 2. 6 dənə. Kombinzon 10-dan 2 nətər hesablanır? 10 vur 10-dan bir dənə az bölü 2. Ehtimalda biz 15 plus 6 bölünsün 45 yazırıq. 21 böl 45, hər ikisi 3-ə ixtisar getsə 15-də 7 olur. Deməli, 39 da işləyək. 39-u. 39 işləyək. Deməli, təsadüfən 3 ədəd 3 ədəd 11-12 ədəd arasından seçilir. Kombinzon 12-dən 3. 3 ədəd 12 ədəd arasından seçilir. İndi nəticə mənfi olsun.
3 dənə ədədin nəticəsinin mənfi olmaq üçün ikisi müsbət seçilməlidir. Biri mənfi seçilməli ki, nəticə mənfi olsun. Yenə deyirəm, ikisi müsbət olmalıdır eyni vaxtda və biri də mənfi olmalı ki, nəticə mənfi olsun. Bu nətər götürür? İkisi müsbət, biri mənfi. 2 dənə müsbəti müsbətlər arasında seçirəm. Kombinezon 4-dən 2. Bir dənə mənfində mənfilər arasında seçirəm. Kombinezon 8-dən 1. Deməli, 3 dənə ədədin hasilinin mənfi olması üçün ikisi müsbət, biri mənfi götürdük eyni zamanda. Yəni, 2 dənəsə müsbət ədədlərdən seçdik, bir dənəsi mənfi ədədlərdən. Müsbət ədədlərdən seçdik kombinezon 4-dən 2, mənfi ədədlərdən seçdik kombinezon 8-dən 1. Ya belə olmalıdır, ya da üçünün də mənfi olmaq üçün üçü də mənfi olmalıdır ki, nəticə mənfi olsun. Yəni, üçünü də mənfi ədədlər arasında seçməliyəm. Kombinezon 8-dən 3. Ya da dedim, görsən. Deməli, bunları eləməliyəm mən. Toplamalıyam o hal almaq üçün. İstənən hal bu qədərdir. Ümumi halda budur. Kombinezon 12-dən 3, kombinezon 4-dən 2, vur kombinezon 8-dən 1, üstə gəl kombinezon 8-dən 3. İndi hesablama hissəsinə baxaq. Görək nətər hesablayırıq bunları. Kombinezon 12-dən 3-ü hesablayaq. Məsələn, 3-ün hesablama qaydası belədir. Böyük ədəddən başlayıram, 3 dənə ədəd yazıram. 12, 11, 10. Geriyə qaydıram elədir ki. Məsələn, bu surətdə hesablama sayılır da, elə bir kombinezonda. Faktorialla da eləmək olar, bax bu üsulla da eləmək olar. Faktorialdan çıxan nəticədir bu. 3-də də 1-dən başlayırsan. 1, 2, 3. Belə. 6 ilə 12 gedir 2. Cavab eləyir 220. Kombinezon 8-dən 3-ü nətər hesablayırlar? 8-dən geriyə gedirsən 3 dənə. 8, 7, 6. 3-dən də 1, 2, 3. 6 ilə 6 getdi. Cavab neçə oldu? 56. 56. Kombinezon 4-dən 2 vur 8-dən 1-i də hesablayaq. 2-ni biz demişdik nətər hesablayırıq. Ədədin özü vurulsun ondan bir dənə az bölü 2. 2-ni belə hesablayırıq. Ədədin özü vur ondan bir dənə az bölü 2. 1-i də demişdik nətər hesablayırıq. Elə böyük ədədin özü alınırdı. 8 ilə 2 get 4, 4 də 12-yə vuranda 48 eləyir. Bu deməli biz 56 ilə 48-i toplayıb bölürük 220-yə. 90 o da 14. 104 bu da 220. 2-yə ixtisar gedir 110. 52. 2-yə də bölsək 55, 26. Cavab Y variantı. Qutuda 4 sayda A, 7 sayda T hərfi var. Təsadüfən 1-1 olmaqla ardıcıl olaraq cəmi 3 hərf seçilir. Hərflərin çıxarıldığı ardıcılıqla ata yazısının alınması hadisəsinin ehtimalını tapın. Deməli, torbada 11 dənə hərf var. 4, 7, 11 dənə hərf var torbada. Bu deyir ki, 1-1 çıxart. 1-1. Görürsünüz, deyir, 3 dənəsini birdən çıxartma, 1-1 çıxart. 1-1 olmaqla ardıcıl çıxart deyir. Yəni, birini çıxartdın tulla, ikincini çıxartdın tulla, geri qaytarma yəni. Geri qaytarıb qoyma torbanın içine. 1-1 çıxart deyir. 1-1. İndi ata sözünün yazılması üçün bizə lazımdır ki, birinci halda A alınsın. Ata sözünün yazılması üçün bizə lazım ki, birincidən götürən kimi A çıxsın. İkinci halda gərək T çıxsın. Üçüncü halda da gərək yenə A çıxsın ki, ata alınsın. Ata ancaq bu vəziyyətdə alına bilər də, başqa variant yoxdur axı. Birinci halda A alınmalıdır. İkinci halda T alınmalıdır. Üçüncü halda da yenə A alınmalıdır. Başqa variantımız yoxdur ata alınması üçün. Düzdür? İndi torbada 11 dənə hərf var. 11 dənə hərf var. Bunun 4 dənəsi A'dır. 7 dənəsi T'dir.
Sağ ol, çox. 4 dənəsi A-dır, 7 dənəsi T-dir. 4 dənə A-dır, 7 dənə T-dir. Sən əl atıb birincini çıxardırsan. Birincini çıxarsan, birincinin A gəlmə ehtimalı tapın. 11 dənənin içindən bir dənə götürəsən, o da A olmağı 11-də 4-dür. Düzdür? İndi bunun bir dənəsi azaldı. Qaldı 10 dənə hərf. A-nın da biri azalır da, düzdür? Üstad. İndi yenə bir dənəni götürəndə, bu dəfə T alınsın. O bir dənəni 10 dənənin içindən götürəsən sən. Onda T alınsın, onda 7. Götürən sonra bir dənə də azaldı, qaldı ümumiyyətlə 9 dənə. T-nın da biri azaldı, qaldı 6 dənə. Deməli 9, 3, 6 belə alındı da. A-dır, bu da T-dir. Bu dəfə də əl atıb götürəndə yenə A gəlsin. 9 dənə arasından seçəsən onu. Neçə halda A gəlir? 3 halda. 9-da 3. Bunlar da eyni anda baş verdiyi üçün görəb axırda bitdiyi üçün vururuq hamısını bir-birinə. Görəb bitənə qədər vururuq. Çünki ata sözü alınmayana qədər biz davam eləyirik. Ata sözü alınana qədər davam eləyirik və davam elətcə biz vurmalıyıq bunları bir-birinə. İxtisar getdi, qaldı 3-də 1. 2, 5. Cavab 15, 11, 165. Bu da 14. 165'te 14. Cavab B variantı. Belə. 42'ye gəlirik. Mağazada satışda olan telefonların 60% xaricidir. Digərləri yerli istehsaldır. Xarici istehsal olan telefonların 5%, yerli istehsal olan telefonların isə 20% xətalıdır. Mağazadan telefon alan müştərinin xətası olmayan telefon aldığına görə şərt qoyur burada. Bu telefonun yerli istehsal olması hadisəsinin ehtimalı tapın. Fərz eləyək ki, burada 100 dənə telefon var idi. Ümumiyyətlə 100 dənə telefon vardı. Bu 100 dənə telefonun 60'ı xaricidir. 60% xaricidirsə 60 dənəsi xaricidir. 40 dənəsi də deməli yerlidir. Sonra deyir ki, bu xarici istehsalın 5%-i xətalıdır. Düzdür, 5% xətalıdır. Onda gəl bunun 5% tapaq. 60 vuraq 5 bölək 100. Oldu burada 3 dənə xətalıdır. 60'dan 3'ü xətalıdırsa 57'si normal telefondur. Əla. Gələk bu 40 dənəyə. Bunun 20%, yerli telefonun 20% xətalıdır. 40 vuraq 20 bölək 100 elədi 8. 40 dənədən 8'i xətalıdırsa 40'dan 8 çıx 32 isə normal telefondur. Belə. Bura qədər hər şey aydındır. Tutaq ki, xətalı telefonlar 1-2-3-dədir hamısı. Xarici, yerli qarışıb. Xətasızlar da bir tərəfdədir. Bu adam xətası olmayan telefon alıb. Deməli bu adam 57-32, 89 dənədən alıb telefonu. 89'un içindən seçib bu telefonu. Deməli ümumi halımız 89'dur. Xətalı telefon alıb. Xətasız telefon alıb. Yəni burada 89 dənədən seçib o bir dənə telefonu. Bir dənə telefon gəlib 89'un isə seçib. Xətasız telefon alıb. Bu telefonun yerli istehsal olma ehtimalını tapın. İstənən durum yerlilərdir. Xətası olmayan yerlilər də 32 dənədir. Deməli bunun ehtimalı 89'dan 32'dir. Cavab A variantı. Bu məsələ eləməmişdən qabaq bir dənə bura baxaq. 40 ilə qarşılıqlı sadə ədəd cütü. 40 ilə qarşılıqlı sadə ədəd. 40 ilə qarşılıqlı sadə olan ədədlərin düsturu nətər idi? 40'ı sadə vuruqlara ayırırdıq. Qarşılıqlı sadə ədədlərin sayı nətər tapırıq? 40 vuraq, bir dənə 2, bir dənə 5 götürürdük. 2'də 1, bir də 5'də 4. Bunu keçmişdik də. 2, 2'dən bir dənə az, 5, 5'dən bir dənə az. 40 ilə 10 getdi, qaldı 4, 16 dənə. Deməli 40'dan kiçik 10 ilə qarşı sadə ədədlərin sayı 16'dır. Ümumiyyətlə neçə dənə ədəd var burada? 40 dənə. Nə deyir? Deyir, ilk 40 natural ədəd arasından təsadüfən birini seçirsən. İlk 40 natural ədəd arasından təsadüfən birini seçəndə səndə 40 dənə hal var. 40 dənə haldan birini seçirsən. 40 dənə natural ədəd arasından birini seçirsənsə 40 dənə hal var. Deyir, seçilən ədədin qarşılıqlı sadə ədəd cütü təşkil eləməsi.
Deməli, istənilən durum neçədir? Qaçsal ədədlər cütü təşkil edən 16 dənə ədəd var. İstənilən durum 16-dır. Onda ehtimal 16 bölək 40-dır. 8-ə böləndə 5-də 2 eləyir. A variantı. Sinifdə 15 qız, 5 oğlan oxuyur. Sinifdə 15 dənə qız və 5 dənə oğlan oxuyur. Püşk qatma nəticəsində ilk növbətçinin qız, ikinci növbətçinin oğlan olması ehtimalı tapın. Ümumiyyətlə sinifdə neçə nəfər var? 20 nəfər var. Bu görürsünüz nə deyir? Deyir, ilk növbətçi qız olsun, ikinci növbətçi oğlan olsun. Yəni birinci halda seçirik, burada qız çıxsın. Ondan sonra o adı çıxan qızı qaytarmırıq torbaya. Təzədən əlimizi atıb ikincini seçirik. Birincini seçirik. Kağıt çıxdısa qaytarmırıq torbaya, sonra ikincini seçirik. Gəlin görək, birinci halda qız çıxma ehtimalı nə qədərdir? Burada 20 nəfər adam var. 15'i də qızdır. 20 nəfər adam var, 15'i də qızdır. Əl atsaq biz oradan 20 dənə çəkə bilirik, düzdürmü? Əl atırıq torbaya, 20 dənə ad çəkirik oradan. Düzdür? Neçə ad çəkə bilirik? 20 dənə. Bu 20'sindən neçəsi qız gələ bilir? 15 dənə qız varsa orada 15'i gələ bilir. Deməli, ehtimal 20'dən 15'dir birincidə. Bura qədər hər şey aydındır. İndi bu bir adamı çəkdik, atdıq çölə. Düzdür? 20 dənə adam azaldı, oldu 19 dənə adam. Qızın da biri azaldı, oldu 14 dənə qız. Oğlanlar da qaldı 5 dənə. İkinci halda deyir oğlan gəlsin. Ümumiyyətlə 19 dənə adam adı var orada. Biz çəksək 19 dənə hal gəlir. 19 dənə adam adı çəkə bildik. Çəkdik, 19 dənə adam adı gəldi. Oradan neçəsi oğlan gəlir? 5'i. Deməli, burada oğlan gəlmə ehtimalı 19'dan 5'dir. Görəv tamamlanana qədər vururduq. Çünki həm oğlanı seçməlisən, həm də qızı. Getdi 4, 76'da 15. Cavab Y variantı. Belə. Aha. Deyir, mahnı müsabiqəsində 60 nəfər iştirak edir. Torbada 60 dənə adamın adı var. Birinci adam, ikinci adam, üçüncü adam. Belə. Məsələn, Əli birinci adam, Vəli ikinci adam. Nə bilim, Günel üçüncü adam. Ola bilər Günel bəlkə 6-cı adamdır. 6 yazıblar Günel. Bəlkə ola bilər Günel 9 yazıblar. Bəlkə 18 yazıblar. Günelin adını bəlkə 3-ə bölünən ədədlərinə yazıblar. Bir dəfə 3 yazıblar. Məsələn, bu dəfəki yarışda bəlkə 6 qoyublar onun adını. Belə. Deyir, çıxış etmə növbələri puşkatma yolu ilə seçilir. Məsələn, filan kəs gəlsin, bəhmən kəs gəlsin. Müsabiqədə çıxış edən Muradın növbəsinin 5'ə tam bölünən tək ədəd olması hadisəsi ehtimal tapın. Bu nə demək istəyir? Deyir ki, torbada 60 dənə ad yazılıb. 60 dənə ad yazılıb və orada nömrə də qoyulub. Məsələn, Əli 1-ci nömrə, Vəli 2-ci nömrə, Murad 15-ci nömrə. Deyir, Muradın növbəsinin 5'ə tam bölünən tək ədəd olması hadisəsini tapın. Əvvəlcə belə eləyək. Yəni demək istəyir ki, Muradın adını ancaq 5'ə bölünən ədədlərlə qeyd ediblər. Ya Muradı 5 qoyublar adını. Ya 15 qoyublar. 5'ə bölünən tək ədədlər. 10 yox da, 10'da 5'ə bölünür, amma cütdür. 15'dən sonra 5'ə bölünən nə var? 20 var. Yox. Tək 5'ə bölünən tək istəyir. 25, 35, 45, 55. Muradın adı bunlardan biridir. Bunlardan birinə Muradın adını qoyublar. Neçə dənə hal var burada? 6 dənə hala qoyublar Muradın adını. Ümumiyyətlə neçə dənə adam var burada? 60 dənə. 60 dənə haldan 6 dənə halda Muradın adını yazırlar o 5'ə bölünən tək ədəddə. Vəssalam. Ehtimalı 60'dan 6'dır. Cavab 10'da 1.